Vasif Məhərrəmlinin bir maraqlı fikrinə rast gəldim. Bugün heç kimə istinad etməyəcəm. İstinad məhz müğənni, əməkdar artist. Azərbaycan Respublikamızın əməkdar artisti Vasif Məhərrəmliyə istinad edəcəm. Vasif, bu fikri söylədiyimə görə halallıq ver. Elə bil mənim çoxdan demək istədiyimi sən dedin. Necə dedin? Anadan gəlmə halalca dişini çıxardıb, ora belə qoyub da, kənar başqa bir diş qoyub, 20-25 yaşı var, 21 yaşı var. Doğrudan maraqlıdır da, sağlam dişi çıxardırsa, onu dovşan diş deyirlərdi, belə biraz qabağa çıxsın. Onlar düşünür ki, gözəl görünürlər də. Vasif, doğrudan sənin sözündə də həqiqət var. Bir çoxları deyir, son vaxtlar kişi müğənnilərimiz arada cəsarətli olanda doğrudan da onları alqışlayıram. Amma əksərən kənara çəkilmişsiniz ki, yox, heç kimə irad tutmayayım, heç kimə mən narazılığımı bildirməyim. Çünki həmən hücuma keçirlər. Həm özləri o qadınlar hücuma keçir, həm də onların o kişicikləri var, onları saxlayan, pul xərcləyən kişiciklər var, həmən hücuma keçirlər. Təbii ki, digər iradlarınızı da bildirmişsiniz. O iradları elə mən də deyirəm, Sara Səfri olaraq hamı bir-birinə oxşayır. Mən onları bir-birindən ayrı edə bilmirəm. Heç cürə. Bax, burun standart, dodaq standart, yanaqlar standart. Saç, hamısının saçı arxada uzun, belə süni saçlar. Hamının arxası eyni. Axtarıram ki, bu kimdir? Tez axtarışa verirəm. Görürəm ki, elə o adam oxşayır. Sonra baxıram, yox, elə həmin adama. Yəni, hamı bir-birinə oxşayır da, hamı müğənni qadınlar bir-birinə oxşadığına görə mən də çətinlik çəkirəm ki, bunların hansıdır? Həkimlər, sizi cəzalandırmaq lazımdır. Almışsınız 20 min, 30 min, 15 min, 8 min, 10 min. Bunların bütün müğənni qadınları bir-birinə oxşatmışsınız. İnanın ki, onların o həcciləri var, onlara pul xərcləyən var. Onların özləri də bunları ayrı edə bilmir ki, bunun sevgilisi hansıdır? Çünki efirdə, digər sosial şəbəkədə 6-7 nəfər bir yerdə olanda arxa eyni. Saçlar belə tökülüb arxaya, yanaqlar, dodaqlar, dişlər. Mən düşünürəm bunların kişiləri bir-birlərini, kişilər bunları bir-birindən necə ayırır, o pul buraxan kişilər. Çətindir. Çox çətindir.